namaza başlamamışdan qabaq niyyət var, tələffüzlə. İşte biz tələffüz eləmirik də. Görürsən, bəzi məzhəbçilər irad tuturlar ki, niyə tələffüz eləmirik? Fakt, məzhəb alimlərinin sözləri var da bu barədə də. Niyə eləmirsiniz ki? Qardaşım, məzhəb alimlərinin sözləri var demək, bu yanlışdır. Məzhəb alimlərinin çox sözləri var. O demək deyil ki, o edilməlidir. Biz şəriətdən danışırıqsa, şəriətdən, Qur'an sünnədir, dəlil, vəhiy. Qur'an sünnədə dəlil varsa, gözümüz üstə yeri var, etməlisən. Dəlil yoxdursa, məzhəb alimləri deyiblər, yaxud filan alim deyib, yaxud filan alim deyib. Bu söhbət deyil ki, qardaş, bu söz deyil. Bu nəinki söz deyil, bu təhlükəli sözdür. Sən elə bil, Allaha yaxınlaşırsan. Nə Allah əmr edib o əməli, o sözü, nə də Peyğəmbər sallallahu aleyhi və səlləm deyib, əmr edib, özü də etməyib. Onunla Allaha yaxınlaşmaq olar? Yox, qardaş. Qorxuludur, bidətə çevrilsin, bidət olsun, yenilik. Bax, qardaşım, namaz Peyğəmbər sallallahu aleyhi və səlləm qılıb, yoxsa yox qılıb? Dəstəmaz da alıb, oruz da tutub, əməllər, zəkat da verib, valideynə yaxşılıq, hamısı bu əməlləri ediblər də. Vallahi Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə olsun namaz qılanda neçə il namaz qıldı, neçə il oruz tutdu, düzdür? Əməllər edirdi, ibadətlər. Bir dəfə əməldən qabaq demədi ki, mən niyyət edirəm, məsələn, zöhr namazını qılmağa, qurbətən ilallah. Allaha yaxınlaşmaq üçün zöhr namazını qılıram. Niyyəti tələffüz eləsin. Səslə, nitq bildirsin, dili ilə. O qəlbində olan niyyət yoxdur, tələffüz edir. Mən niyyət edirəm ki, indi 5 manat sədəqə verəcəm Allaha yaxınlaşmaq üçün. Mən niyyət edirəm ki, indi Peyğəmbər sallallahu aleyhi və səlləm eləməyib. O qədər əməllər edib ki, Allaha. Namaz da qılıb, oruz da tutub, sədəqə də verib. Qurban kəsmək deyil ona. Eləməyib. Mən indi niyyət edirəm ki, Allah yolunda qurban kəsirəm. Belə şey eləməyib Peyğəmbər sallallahu aleyhi və səlləm. Hər bir halda Peyğəmbər sallallahu aleyhi və səlləm vallahi bir dəfə etməyib, Emil. Səhabələrinə öyrətməyib bunu. Səhabələr ibadət ediblər, bir dəfə bunu etməyiblər. Birindən nəql olmayıb bu. Sən də deyirsən ki, başa düşdümək olmayıb. Abu Hanifə deyib də, o. Yaxud məzhəb alimlərindən kimsə deyib də bunu. Qardaşım, deyib, lab yaxşı, səhv eləyib. Kim deyibsə. Allah günahını bağışlasın, iştihad edib deyib, bir savab alır. O itirmir heç nə. Mən itirirəm ancaq. Niyə? Onun səhvinin dalınca getdiyim üçün. Onun sözünə dəlil olmadığı üçün tabi oluram ona. Dəlil yoxdur. İbadət, Allaha yaxınlaşıram. Elə bir əməllə ki, elə bir sözlə Allaha yaxınlaşıram ki, Allaha Rəsul etməyib. Elə bir sözlə Allaha yaxınlaşıram ki, səhabələr etməyiblər. Allahın Rəsulunun vaxtında, səhabələrin vaxtında din olmayan, indi din ola bilməz yəni. Budur. Nə vaxt deyib Peyğəmbər sallallahu aleyhi və səlləm, Allahümmə inni nəveytu, mən niyyət etdim, ən usalliyə məsələm əl-zuhur qurbətən ilallah. Belə şey var, qardaşım. Yoxdur. Bundan əlavə, qardaş, niyyət yoxdur. Niyyət şərtdir yoxsa yox? Əməl üçün şərtdir də. Hər bir əməl üçün niyyət şərtdir. Niyyətsiz əməl yoxdur. İnnəməl ə'məlu, hədis, bin niyyət. Əməllər niyyətlərə görədir, deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Sual, niyyətin yeri hardadır? Dildə? Yox. Niyyətin yeri, məhəli, qəlbdədir. Deməli, sən qəlbin ilə, mücərrəd, sadəcə qəlbin ilə bilməyin, artıq niyyət hasil oldu. Bilməyin hasil oldu. Bilməyin niyyətdir. Mən biləm ki, indi hazırlaşıram işə namazına. Qalxırıq. Niyyətim yerimdədir. Yoxsa bunun üzərinə keçirsən, bir dillə də tələffüz edirsən, bildirirsən ki, Allaha, ey Allahım, Allah subhanahu wa ta'ala içəridə olanları bilir qəlblərdə olanı. Sənin bu tələffüz etməyə nə ehtiyac var ki? Allahım, mən qalxıram indi. Gör, bax, bil. Mən qalxıram indi. Deyirsən Allaha, nə ehtiyac var ki? Yoxdur elə şey. Vallahi yoxdur. Olsaydı, gözümüz üstə yeri var idi. O bəzi insanlar edirlər, az qala hər şey edəndə deyir ki, filan kəs filan niyyət etdim, qurbətən ilallah. Belə şey var, qardaşım, yoxdur. Əslində əməlin savabını azaldır.
əslində sən müxalif bir şey eləyirsən. Hə? Qorxuludur, girə bilər ora. Ondan başqa da sənin niyyətini kimlərsə də bilir. Zəifləyir də. Hələ o şeyləri danışmırıq, yəni. O şeylər. İndi hər bir halda Emil o məzhəb alimlərində deyənlər var. O söhbət deyil ki, qardaşım. Məzhəb alimlərinin hamısına bizim hörmətimiz var. Alimlərdir, imamlardır, böyük fəzilətli insanlar olublar. Lakin belə şey yoxdur. Əhl-i sünnənin etiqadında ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öləndən sonra kimsə məsum olsun. Dediyi 100% götürülsün. Belə insan yoxdur vallahi. Hamının sözü götürülə də bilir, rədd edilə də bilir. Sən baxırsan alimin sözünə. Alim deyib, lap yaxşı, əlhamdülillah, maşallah deyib. Alimin sözü dəlilə möhtacdır. Dəlil varsa onun üzərinə əməl edirsən. Dəlil yoxdursa, alimdir deyə deyib, alim deyib deyə əməl etməlisən. Belə şey yoxdur. Özü də məzhəb alimi filan filan. Belə şey yoxdur yəni.